Niyə görə bugün biz xaricdə təhsildən danışanda ağla ilk olaraq xaricdə təhsil şirkətləri var ki, hansı ki onlar özəl olaraq fəaliyyət göstərirlər, onlar gəlir axı. Bunun səbəbi nələrdir? İlk öncə yeni layihənizdə sizə uğurlar dilirik. Düşünürük ki, burada iki önəmli komponent var. Təhsil və arena. Təhsildən daha çox cəmiyyətdə müzakirələr aparılsa faydalı olar və bunu arena şəklində ediriksə daha yaxşı olar ki, fərqli fikirləri də eşitmiş olaq. Əslində, burada qeyri-adi bir şey yoxdur. Dünyanın hər bir nöqtəsində belə bir özəl təsisatlar fəaliyyət göstərir və insanlar müxtəlif kontekstlərdə, xüsusilə də konsultativ dəstək olaraq onların yardımından istifadə edir. Sadəcə xoşagəlməz hal məhz onda yaranır ki, çox təəssüflər olsun ki, bəzi hallarda bu təhsil şirkətləri valideynlərə və yaxud da ki, övladlarımıza təkcə hansı ixtisas seçimi ilə əlaqədar deyil, məhz biz sizin üçün qəbul əldə edəcəyik, qəbul nəticəsində siz universitetə yerləşdirəcəksiniz, siz məzun olacaqsınız. Hətta bu azmış kimi sonda diplomların, kvalifikasiyaların tanınması öhdəliyi və imtiyazını da qeyd edirlər və bu bizi çox məyus edir. Çünki düşünürük ki, xaricdə təhsil şirkətləri, təbii ki, mən burada ümumiləşdirmək istəmirəm, bəziləri övladlarımıza, valideynlərimizə məhz övladlarımızın o istəkləri, şövqləri, maraqları fonunda ixtisas seçimlərini, gələcək karyera istiqamətlərini müəyyənləşdirmək fonunda dəstək göstərməlidirlər və bu mənada hansı ölkədə, hansı universitetdə, hansı ixtisas üzrə təhsil almaq imkanlarını və xüsusilə də təqaüd imkanlarını dəyərləndirmək üçün məsləhət verməlidirlər. Təbii ki, bu istiqamətdə dövlətin dəstəyi var, amma bununla yanaşı müxtəlif ali təhsil müəssisələrinin də öz təqaüd imkanları var ki, bundan da dəyərlənmək olar. Mən düşünürəm ki, bu konsultativ dəstək olmalıdır. Bu olanda o etik çərçivələr də gözlənilir.